Hər kəsə salam, mən Ayxan. Bugün sizlərlə birlikdə Fuad İskəndərovun videolarına baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə, aşağıdan kanalıma abunə olub bu videoda like atmağı unutmayın. Əsl Azərbaycanlı hərəkəti toydan sonra dönər yemək. Amma mən bunu heç vaxt eləməmişəm. Amma eləməyi də düşünmüşəm. Nə yalan deyim? Siz eləməyi düşünürsünüz yoxsa yox? Uşaq vaxtı səbəbsiz yerə biz. Neynəmişik ki uşaq vaxtı? Aha. Hər vaxtınız xeyir olsun. Saat 20:08 dəqiqədir. Allahım. Amma bunlar 90'larda olan uşaqlardır. 90'lardan məni kim izləyirsə, dərhal şərhlərə yazsın. Dostun yolda tanışını görüb söhbət eləyir. Sən də belə dayanıb gözləyirsən. Yaşandı. Bunu yaşadıq. Yəni. Arada bir bu 2018-də, 2025-ci ildə doğulan uşaqların fikri götürür də mənə. Bir sən bax, Niyə? karantin oldu, koronavirus oldu, zəlzələ oldu, müharibə oldu. Allahım. Bu uşaqlar bunun heç birini görmədilər. Dünyanı kino kimi təsəvvür eləsək, bu uşaqlardan soruşsan kinonun ən maraqlı yerlərini qaçırdıblar da. Fərz elə bir dənə uşaqdan soruşsan ki, neçənci ildə doğulmusan? Sənə deyir ki, 2018 ya da 2025-ci ildə doğulmuşam. 2025-ci ildə doğulmuşam ey ala. Söhbətə bax. Hə, day düz deyirsən. Sən də elə danışsan elə bir böyük adamzatsan. Day, ağ eləmə də. Mən ucu 2-ci sinifdə oxuyuram. 2-ci sinifə girsən sən. Vaxt nə tez gedir ala. Vaxt tutmur, vaxt qaçır, valla. Vaxt həqiqətən elədir ki, mənim 2017 dünən kimi ağlımdadır. Elə bilirəm ki, hələ də 2017-dəyik. Ən yaxın dostumla aramızdakı boy fərqi. Keçən səfər bir dənə videoya baxırdım. Orada da deyir ki, ən yaxın dostluqlar birisinin boyu daha çox uzun olmalıdır, birisinin boyu daha balaca olmalıdır. Bilmirəm vallah, daha yəni boyu qısa olmalıdır. Yəqin ki, belədir. Amma məndə də elədir, nə yalan deyim. Mənim bir dostum var, onun boyu uzundur, mənim boyum balacadır. Ya da bir başqa dostum var, onun boyu məndən balacadır, amma mən ondan daha uzunam. Yəni dostluqlar belə olur. Ala keçməyin, yolu yazacaqlar. Sənə bir dənə təklifim var. Nə təşkil? Gəl mənim qardaşım, gün ərzində söyüş söyməyək. Gün ərzində yəni Çox 24 çətin məsələdir. 24 sağollaşana qədər söyüş söymürük. Razısan? Çətin olacaq, amma maraqlı olacaq. Şeylər bə. Onda heç danışmarıq ki bizdə. Mənə bax, söyüşsüz maraqsızdır. Ay. Yağışda yağır. Gəl dağılışaq. Davay görüşərik. Həqiqətən bu yəni super. Çox super, çox hoşuma gəldi. Ata 7 cavabsız. Ay zibil. Bunun qədər qorxulu heç bir şey yoxdur həyatda. O ki, telefonu əlinə alırsan, telefon cebində qalır, hiss eləmirsən zəng gəldiyini, ya da gürültülü bir ortamdasan, birdən baxırsan ki, ata 10 arama, bilməm 15 arama. Normalda da belə çox belə fantastik anlarda zəng vurur. Yaşlı insandan yaşını sorsan da. Nə bilim, yadımda qalmayıb. Hesablaya bilirsən, özün hesabla da, 39-danam. 39. Aha. Nənə neçə yaşın var? Siz yorumlara yazın, mən də tapa bilmədim. Hala 5-ci gün üçün ürəyim gedir də mən. Niyə ola, adı gündür də? Hala məsələn sən olmayıb səndə 4-cü gün yatanda fikirləşmirsən ki, səhər 5-ci gündür özü axırıncı dərs günüdür. Allah hə, Mən tutmuşam. Bu gün ağlamırıq. Bu Bu gün ağlamırıq. Bizdə həmişə 5-ci gün axırıncı 2 dərs əmək olurdu. Müəllim deyirdi ki, Allahım yavaş ya yavaş Rəbbim. buraxıram, sakit çıxın gedin. Zor idi ya. deməli ona görə 5-ci günləri çox istəyirik də. Zor gündür 5. 6-cı gün də zor da. Bilirsən ki, sabah səhər tez durmursan. Allah 6-cı gün də bal gündür. Amma bazar günü gün ortadan sonra biraz elə bil quruz gəlir də adamın. Biraz yox, normal quruz idi ki. Hala bilirsən ki, axşam çimməlisən zat, ayda. Səhər dərsə getməlisən, axşam tez yatmalısan ki, səhər dura biləsən. Ay, sağ ol. Evdəkilər də soruşurdu ki, 1-ci gün sabah dərsləri hazır eləmsən 1-ci günə. Deməli ona görə bazar günü axşam xoşumuz gəlmir. Amma 5-ci gün zor gündür. Amma 5-ci gün qəşəngdir.
belədir yəni. Buradan Fuad İskəndərova və Xəlil İlkinə çox təşəkkürlərimi eləyirəm. Super video. Oğlanlar telefonla danışanda eyni vəziyyət. Toyda hamı vals oynayanda mənim kebabı gözləmə şəklim. Babürcü. Mən də babürcüyəm. Valla mənim də nə yalan deyim, oynamaq falan heç vaxt belə maraqlı gəlmir. Ancaq masada olan yeməklər mənə maraqlı gəlir. Kim nə bürcüdürsə dərhal şərhlərdə yazsın. Bunu oynayırıqsa, nədənsə oynayaq. Maraqlı bir şey. Ala hə, bildim. Uduzan pultu. Cicləmə də. Ala yox da qulaq as da. Pultu bir də əlinə almır. Ala yox, maraqlı bir şey. Tapdım. Uduzan durur, qabları yuyur. Mən qadınam. Qablayan deyirəm. Şiddi eləmə də, dayan da fikirləş. Ala tapdım. Uduzan gedir marketə. Şirniyyat, sok, çipsi, abur-cubur, dobro bir dənə 50 manatlıq bazarlıq eləyir gəlir. Razısan? Hayda. Ala hə, razıyam. Davay. Amma daha məntiqli bir iş idi. Ay Zibil. Bu his. Yəni ancaq oğlanlar bilər də bu hissi. Bu his çox dəhşətli bir hissdir də. Heç kimə bəlli etməsək də, son zamanlar bizim mental sağlıq. Ayda. Nə yalan deyim, həqiqətən belədir da. Həm gələcək qayğısı var insanda, həm bilmirsən ki, yaxşı universitet bitdi, neyniyəsən, iş həyatı necə olacaq, ya da nə bilim, girdin magistr oxuyasan, ondan sonra necə olacaq. Hər şeyin qayğısı, hər şeyin fikri, düşüncəsi mental sağlığımızı həqiqətən zədələyir. Bu videoda onun fərqinə vardım və biz də çox təəssüf ki, mental sağlığımız son zamanlarda belədir. Salamat, yolun uğurlu olsun. Mən bir nəfər fikirləşmir. Bax, hava qaralıb mədəmə bir tikə çörək yeməmişəm. Sonra deyirlər ki, hamıdan bir manat alır, yaşayır. Əmin sən qadanı alsın, sən başına dönüm. Evdə yağla çörək qutarıb, arvad da məni öldürür. Qaş düşandan bizə bir yağ çörək aldana başına dönüm, nə olar? Həbə, ağsaqqal, mən ölüm. Mən mədəmə bir tikə çörək yedməsin, ağsaqqal. İmkan vermir sizə bir tikə çörək yeyək. Biz evdə acından qırılaq. Arvad da məni deyib ki, get dana, get dükandan çörək. Mən gedəmirəm, yaşlı adamam, dana ayaqlarım tutmur. Sən qadan qalın, bir dənə qaş gəldana zavan uşaqsan. Hadi ağsaqqal, bunun yolu var da. Ömür boyu yaşadığım şəhərdə kimsə məndən yol sorsa. 17 hardadır? Nəysə, bu yaşı aldı. Bəli, əziz tamaşaçılar, növbəti xəbərin qəhrəmanı isə 55 yaşlı Bəxtiyar dayıdır. O dünyanın ən bəxtli insandır. Bugün çəkiş komandamız Bəxtiyar dayıda müsahibə almaq üçün onun yanındadır. Gəlin bir yerdə izləyək. Salam Bəxtiyar dayı. Salam Mürük. Bildiyimizə görə siz dünyanın ən bəxtli insansınız. Elə bu üzərində dayandığımız həyat evlərinin hamısını səhvən kupçasını sizin adınıza keçiriblər. Ümumiyyətlə deyə bilərsinizmi, həyatınızda neçə dəfə bəxtiniz gətirib? Deməli qardaş, mən 19 dəfə jackpot qazanmışam. 2 dəfə tanımadığım əmimlə, dayımla Amerikadan miras qalıb. 3 dəfə getdiyim yolda yerdən 1 milyon manat tapmışam. Bir dəfə toyuq almışam, məlum olub ki, o toyuq qızıl yumurtlayır. 3 dəfə mən olan gəmi batıb, oradan sağ çıxmışam. 4 dəfə məni maşın vurub, maaş sad olmayıb. 6 dəfə Azərbaycan millisinin qələbəsinə şot atmışam, 6-sında da udmuşam. İndi də Dubaya getməyə fikirləşirəm. Hə, deyəsən artıq qazandığınız pulları xərcləmək istəyirsiniz. Nə xərcləmək? Bu uşaqların əlindən pul xərcləmək olur ki, milyonu şans lotereyasını sıxmışam. Onu da utsam, gedirəm Dubaya. Arvad da götürüb gedirəm istirahətə. Hələ orada nə qədər hədiyyə var. Hər birinə qulaq asdıqdan sonra bir tək onu anladım ki, çox bəxtsiz bir insana. Tək bəxtim, tək şansım sizlər kimi gözəl insanların məni izləməsidir. Hər birinizi sevirəm. Friends, dostlar yəni. Qardaşlar. Nəysə, bir Hüseydi, bir də mən. Hüseyin şəhərlərdə yazsam səni görsün. Hər kəs evə düşürəndən sonra özü evə tək gedən adam. Amma keşke bax, maşın olsaydı, biz də bunu yaşasaydıq deyirəm və nə qədər başın arzusunda olan dostlarımız varsa, hər birinə ən yaxşısını, ən gözəlini arzuluyuram. Biz də bunu yaşayaq, hər kəsi yola salaq, sonra da özümüz tək gedək. Yetər ki, maşın olsun. 10 illik dostumu hər görəndə atam. Bu genç kim?
Amma həqiqətən belədir da. Yəni mən atama nə qədər yanımdakı dostlarımı göstərsəm də atam həmişə də soruşur məndən ki, bu kimdir, bu kimdir. Kasıb sözü part 3. Qaqa, adamın burada bir evi olar. Sən ölmən onu fikirləşdir. Qaqa, orada kilə neçədir? 600 də vermək olar. 3 dənə tələbə hərəsi 200 manatdan qoysam, hər ay 600 manat var. Vaxtında ağlım olmadı. Ayda, nə qədər pul itirmişəm mən, nə qədər. Qaqa saxla, az böl, hamıya çatsın. Çatacaqdan hamıya. 6 nəfər yox, 6 nəfər. Gözlə. Artıq oldu elə bil. Hə, super. Ədalətlə böl, hamıya. Yox, hə, köbükdür, köbük. Mən də belə. Qaqa, o boyda adam düşdü maşından hamı ilə bir-bir görüşdü. Qaqa, sadət da, nətər olmalıdır? Cəmaat onun başlanı bitirir. Samat onun başından isir yox, Samat ona şort buraxılar ki. Çağda da. Samat ondan kəlli görüşür. Oy, yəni kasıb oğlanla da kasıb sözü videosu çəkmək möhtəşəm olubdu. Nəysə dostlar, bu videomuzun da sonuna gəldik. Videomu bəyəndisə like atıb aşağıdan da kanalıma abunə olmağı unutmayın. Sizləri çox sevirəm. Müvəssiyə edəcək cümlələrinizi, sözlərinizi də şərhlərdən qətiyyən əsirgəmirsiniz. Yaxşı ki varsınız. Unutmayın, sevilirsiniz.